Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Sosial şəbəkələrdə Bakıda tələbənin dabaq xəstəliyinə yoluxduğu iddia edilib. Demokrat AZ xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi açıqlama yayıb. Sosial şəbəkələrdə Anadolu Universitetinin Bakı filialında təhsil alan Elnarə Həziyeva adlı şəxsin dabaq xəstəliyinə yoluxması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil. Qeyd edirik ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyi qeydə alınmayıb. Hazırda ölkə ərazisində bu xəstəliklə bağlı insanlar arasında yoluxma faktı aşkarlanmayıb. Vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar etsinlər. Eyni zamanda media nümayəndələrindən xahiş edirik ki, ictimaiyyətdə əsassız narahatlıq yaratmamaq üçün yalnız rəsmi və dəqiqləşdirilmiş məlumatları yayımlasınlar, məlumatda vurğulanıb.